Elhamdülillahillezî lâ yeblughu midhatehul gâilun ve lâ yuhsâ ne'mâehul âttûn ve lâ yu'eddî hakkehul mustehidûn ellezî lâ yudrikuhu bu'dul himem ve lâ yenâluhu gavsul fiten. Summe's-salâtu ve's-selâmu alâ seyyidina ve nebiyyina ve mevlâna Ebil Kâsim Muhammed. Allahümme salli alâ Muhammed ve ala ehli beytihin tayyibine tahirinel ma'suminel muntecebinel muntekabin ve la'netullahi ala a'daihim ecmain minel âne ila kıyami yevmiddin. Amma ba'd. Fe bismillahi ve billah sümme bi zikri veliyillah. Allahümme kun li velikel Hüccet İbnil Hasan salavatüke aleyhi ve ala abayhi fi hâzihi sa'a ve fi kulli sa'a veliyen ve hafizan قائدا وناصرا ودليلا وعينا حتى تسكنه أرضك طوعا وتمتعه فيها طويلا برحمتك يا أرحم الراحمين. Allahümme l'an qatiley Fatımetə Zəhra salamullahi aleyha. Möhtərəm əziz dəyərli möminlər, dünən də qulluğuza ərz elədim. Söhbətlər silsiləvi formasındadır və yəni bir-birini izləyən söhbətlərdir, ard-ardadır. Çalışın hər gün gələsiz ki, inşallah bu əyyam bitənə qədər Xanım Zəhra salamullahi aleyha haqqında Allah müvəffəq eləyər, çoxlu məlumatlar öyrənərək bir yerdə. Amma bir-iki məclis itirsəz, onda qalacaq. Bugünkü söhbətimiz xanım Fatıma Zəhra salamullahi aleyhanın dünyaya gəlməsi barədədir. Xanım Xədicə salamullahi aleyha o qədər fəzilət sahibidir ki, onun hər bir fəziləti kamil insanın nümunəsi kimi təqdim edilir. Xanım Xədicə salamullahi aleyha. Çünki biz dünən danışdıq ki, övladın formalaşmasında ata və ananın əlahiddə rolu var və yaxçı övladın yaxçı olmasında atanın, ananın xüsusi rolu var. Yəni, şiddətli əlaqə var. Demək, o xanım Fatıma Zəhra salamullahi aleyhanın anasıdır. Onun fəzilət və ismətlə yoğrulmuş südlə onu bəsləyib öz balasını. Həzrəti Zəhra salamullahi aleyha bu nurlu valideynlərin saf mirasının daşıyıcısıdır. Dəyərli möminlər, elm nə qədər inkişaf eləsə, nə qədər yuxarı dərəcələrə çatsa, texnologiya nə qədər mükəmməlləşsə, mikroskop və texnologiya ilə maddəni dərk eləsə belə, elm, yəni mikroskop, hər hansı bir cihaz ruhani və batini həqiqətləri dərk eləyə bilməz. Nə qədər inkişaf eləsin, ruhani məsələləri ölçə bilməz. Daha aya getmir, hara gedir, getsin. Maddi fəzanın xüsusiyyətlərini ehtiva edə bilər, amma ruhani keyfiyyətləri ölçə bilməz. Bu həqiqətlər nə alətlərlə, nə də fiziki ölçülərlə anlaşıla bilməz. Onlar maddi idrakın fövqündə olan həqiqətlərdirlər, ruhani həqiqətlər. Uşaq ana bətnində nütfə vasitəsilə yaranır. Nütfə qandan, qan isə qidalardan əmələ gəlir. Qidanın haram və ya halal olması insan ruhuna, əxlaqına və gələcək övladına xüsusi təsir göstərir. Ona görə insan gərək malına, mülkünə, yediyinə şiddətli şəkildə diqqət eləsin. Məsələn, donuz əti və ya şərab kimi qidalar insanda yaranan nütfənin keyfiyyətini mənfi şəkildə dəyişəcək və ona xüsusiyyət ötürəcək. Halbuki halal qida nütfəni mənəvi cəhətdən pak və saflaşdırır. Diqqətli olaq. Beləliklə, ata və ananın yediyi qida, onların psixoloji halı, uşağın xasiyyətinə, əxlaqına, ədəbinə, xarakterinə və dindarlığına, həmçinin də istedadına təsir göstərir. Yediyi yemək. Halalı da, haramı da onun
zəifi də, güclüsü də, bunların hamısının təsiri var. Bəs valideyn, övladın tərbiyəsi valideynlərdən başlayır. Bunlar diqqətli olmalıdırlar ki, nəticədə gözəl bir övlad ərsəyə gələ bilsin. Valideynin xüsusən ananın hamiləlik dövründə qorxu və gərginliyi uşağın gələcək şəxsiyyətinə mənfi təsir edir. İndi mən üzrxahlıq eləyə bəzi misalları çəkirəm. Məsələn, hamilə xanımın qorxulu şeylərə baxması olmaz, şiddət görməməlidir. Ondan sonra şiddət olan, qorxu olan yerlərə getməməlidir. Niyə? Çünki birbaşa övladı ondan əlaqəlidir. Rahatlıq və arxayınlıq müsbət təsir göstərir. Yəni, həmişə rahat halda, aram vəziyyətdə olması onun övladına müsbət təsir göstərir. Əsəb və qəzəb, xüsusən yersiz yeri olan əsəb, yersiz yerə, elə bəhanədir əsəbləşməyə və ya qısqanclıqdan törənən əsəblər doğulacaq uşağın qeyri-normal olmasına birbaşa təsir göstərir. Əsəbin özü, uşağın qeyri-normal olmasıdır. Məsələn, bəzi xanımlar, üzr istəyirəm, amma həqiqət belədir, yığışdırmaq da olmur, qeyri-mümkündür. Həyatımıza elə daxil olub ki, biz bir-birimizdən qarışmışıq bu cürlə. Bəzi xanımlar teleseriallardan yeni növ həyat tərzi öyrənirlər, yeni növ həyat tərzi. Sonra bunun üstündə, bunu öz ailələrinə tətbiq edirlər, öz ərlərinə tətbiq edirlər. Bəzən kişidə kişilik duyğuların qadınlar özləri öldürürlər, məhv edirlər. Məsələn, bərabərlik tələb edirlər. Qadınla kişi arasında heç vaxt bərabərlik olmayıb, olmur, olmayacaq, olması da mümkün deyil. Bunu başa düşməlidirlər. Ağılla, hisslərlə yox, qadınla kişi arasında bərabərlik ola bilməz. Ədalət hüquqlu olar, bərabər hüquqlu ola bilməz. Mümkündür, qeyri-mümkün. Məsələn, əvvəllər indi, əlhəmdülillah, hamımız kişisiz. Əvvəl belə şey vardı, yəni qadın ərinə desin ki, dostlarından oturma, belə şey olardı, belə fikirlər olardı. Bunu hardan yığırlar bu fikirləri? Bunu hardan ələ gətirirlər? Bunu həmin o kinolardan, teleseriallardan ərzən beyzür. Məsələn, bərabərlik tələb edir kişiyə, qadın işləri gördürürlər. Deyirlər ki, məni rəfiqələrimlə görüşməyə qoymursansa, sən də dostlarınla görüşmə. Anlamaq istəmir ki, kişinin qısqanclığı qeyrətindəndir. Acığa buraxmır deyil. Acığa demir oturma rəfiqələrindən. Onun qısqanclığı, kişinin qısqanclığı qeyrətindəndir. Əleyhissalatu vəssalam buyurur ki, kişinin qısqanclığı qeyrətdəndir, qadının qısqanclığı küfürdür. Aparacaq küfrə. Dəfələrlə danışmışam. 2 müştehid var idi. Ər-arvad müştehid idilər. Eşitməyənlər üçün də qoy təkrarsın. Ər-arvad müştehid idilər. Gör qısqanclıq müştehid də olsa belə adam gör har aparır. Diqqətli ol. İkisi də müştehiddir. Arvad deyir, mən risalə vermək istəyirəm. Kişi deyir, nə danışırsın? Arvad deyir, mən ictihad eləmişəm ki, qadın da risalə verə bilər. Mən bu məsələdə ictihad eləmişəm. Bu məsələdə də ictihad eləmişəm. Müctehid olmuşam. Diqqət edirsin nə demək istəyirəm? Yəni, bunun özündə də müştehid olmuşam ki, qadın da risalə verə bilər. Kişi deyir, neynək? Oturaq bir bəhs edək. Görək, olar ya olmaz. Xanımına deyir ki, xanımı ilə bəhs oturmamışdan qabaq çox qısa danışıram. Oğluna deyir ki, mən bəhs edib, biz bəhs oturan yeri, o da müştehid, bu da müştehid. İkisi də müştehid ya. Müştehidlə müştehidin bəhsi balaca şeydir. Dedi, biz bir yerdə oturub söhbət eləyəndə, bəhs eləyəndə, gir içəridən qonşu arvad deyir ki, məni sal kəbinivə. Biz bəhs eləyəndə, gir içəri, denən qonşu arvad deyir ki, məni sal kəbinivə. Alizən bir hüzün də diqqət buyurursunuz. Söhbət gedir, 2 itlə qoyunun cütləşməsindən əmələ gələn bir övladdan. Allah özü qorusun siz. Diqqət elə. İtlə qoyunun cütləşməsindən bir bala dünyaya gəlib hökm vermək lazımdır buna. İt hökmü yoxsa qoyun hökmü. Qadın dedi ki, əgər məməlidirsə, it hökmündədir, deyilsə, qoyun hökmündədir. Kişi dedi ki, həmən orqanlar var, həm itaət orqanlar var, həm də qoyuna aid. Qadın dedi, it üzüdürsə, it hökmüdür, qoyun üzüdürsə, qoyun hökmü verəcək. Kişi dedi, üzünün bir tərəfi itdir, bir tərəfi qoyundur. Qadın dedi, əgər idrar eləyəndə ayağın qaldırırsa itdir, əyləşirsə qoyundur. Kişi dedi, həm onu eləyir, həm bunu eləyir. Çox uzun məsələdir, 17 dənə məsələdir. Bu bəhsin ortasında oğlan girdi içəri, dedi, atacan, məni məsələn Sürəyya xala göndərib ərzən beyzir. Deyir ki, bəs məni sal kəbinivə. Bu arvad dedi, nə danışırsan sən, necə yəni məni sal kəbinivə? Kişi dedi ki, nə var bəyəm burada? Allah'ın əmri var, 4 dənə qadından evlənə bilərəm filan. Dedi, nə Quran, nə bir şey.
Quran-Muran qəbul eləmirəm. Dedi, hə, bax, iştihadın burada oldu, sənin batil, səndən mərcə təqlid olmaz. Qısqancıq, küfürdür qadında olan qısqancıq. Bax, Quranı da inkar elədi. İndi bu da, siz öz xanımlarınıza deyirsiniz, mən gedəm müştərisini almağa. Gör, Quranı tapdalayır ya tapdalamır arzan deyir. Niyə? Çünki qadının qısqancığı küfrə aparır. İndi gülürük, təbəssüm edirik. Kişinin də öz hökmləri var. Kişiyə də aid məsələlər var ki, onlar riayət olunmalıdır. Demək, qadın-kişi münasibətlərinə, bəzilərinə toxunuram. Kişi qadının bayıra çıxmağını istəmirsə, bu o acığa deyil, bunun qeyrətindən əmələ gələn bir məsələdir. Bu onun qeyrətinə görədir. Kişi bu kimi addımları qadının acığına atmır. Lakin qadının qısqancığı bu səbəbdən olmur, şəxsi və acığı olur. İndi bu qısqancıq deyir o nə qədər tünd olsa, sirkə öz qabını çatdadacağı, özü piskinə qoyursan, ay yetimin qızı, ərzən bözür. İndi onun təsiri bu qadın hamilədirsə, uşağı bədbəxt edir. Uşaq bədbəxt, 2 yaşı var, danışmır, 3 yaşı var, danışmır. Kim elədi bunu görəsən? Kim elədi? Sən eləmirsən də. Sən eləmirsən də. Gözü görmür uşaq dünya. Valid elə şeylər ki, qədim zamanlarda uşaq dünyaya gəlsin, gözü görməsin. Balaca uşaqlar eynək taxırlar. Ha, valid elə şey. Hə? Əvvəllər elə böyüklərin yanında deyəndə ki, ürəyim ağrıyır. Böyüklər dedilər ki, bu nədir? Cavan adam nədir? Ürək ağrı nədir? Belədir. İndi onlar keçib day qalıb. Uşaq da dünyaya gəlib, qulağı eşitmir, zəifdir. Niyə? Travmalar. Hamiləlik dövründə və ya başqa dövrlərdə keçirdikləri lazımsız streslər, əsəblər o təsir qoyur övladın formalaşmasında. Bu növ səbəbdən yaranan əsəb və streslər dünyaya gələcək uşağın beynini məhv edir. Bir də görürsən, uşaq məsələn böyüdü, neçə yaşı var, ağıl heç inkişaf eləmir. İmam əleyhissalatü vəssalamdan hədis var. Elə uşaq var, dünyaya gəlməmişdən qabaq hafizəsi möhkəmlənir. Hafizəsi, idraki düzəlir. Elə uşaq var, ana bətnində. Elə uşaq var, ana bətnindən çıxandan sonra. Ona görə adam var, deyir ona söz deyəndə göydə tutur. Adam var, deyəndə tutur. Adam var, deyəndən nəqdə sonra tutur. Tələbələr üçün bunu hədisləri oxuyuruq, ərzən bözür. Belədir. Valideynlərdə güclü sevgi və istək halı uşağın gözəlliyinə, zəkasına səbəb olur. Valideynlərin bir-birini çox istəməsi, heç vaxt aralarında əsəb, qəzəb, nə bilim, söz-söhbətin olmaması bu uşağa təsir qoyur. Cəbrail əleyhissalatü vəssalam Allahın əmri Rəsulullah sallallahu aleyhi və səlləmin yanına nazil olur. Cəbrail əleyhissalam deyir, ey Muhammed, Uca Allah sənə salam göndərir və sənə əmr edir ki, 40 gün müddətinə Xədicədən uzaqlaşasan. Biraz açıqlamasına da vaxt ayıracağım bu hədisi, bir dənə bu hədisi axıra qədər oxuyaq. Cəbrail əleyhissalatü vəssalam, xaşirim qulaq, nazil olur. Deyir ki, 40 gün Xədicə salamla əleyhadan ayrıl, heç görmə, üzünü də görmə. Dünən danışdıq ki, Peyğəmbərin xanım Xədicəyə necə məhəbbəti var idi. Bu xəbər Peyğəmbərin qəlbinə ağır gəlir, çünki Həzrəti Xədicəni çox sevirdi və ona dərin məhəbbət bəsləyirdi. Bu hədisi bir axıra qədər dinləyək bir yerdə. Lakin Rəsulullah sallallahu aleyhi və səlləm Allahın əmrinə itaət edir. 40 gün ərzində gündüzləri oruç tutur, gecələri isə ibadətdə keçirir. Bu da göstərişdir. 40 gün xanım Xədicədən ayrı qal, elə tək buna görə ki, bir-birimizi görməsi yox. Həm də oruç tutacaqsan gündüz, axşam da səhərəcən ibadət edəcəksən. Peyğəmbər Əmmar ibn Yasiri Həzrəti Xədicənin yanına göndərir və buyurur, qulaq mömin, ey Xədicə, mənim bu müddətdə səndən uzaq qalmağım nə səndən soyumaqdandır, nə də səni sevməməkdən. Rəbbim mənə belə əmr edib ki, onun iradəsi yerinə yetsin. Allah mənə deyib ki, səndən 40 gün ayrı qalım. Buna görə yalnız xeyirli düşün, çünki Allah Teala hər gün səni öz mələklərinin arasında iftixar və fəxrlə xatırlayır. Gör, Həzrət Xədicənin məqamı nə qədər böyüdür. Hər dəfə Peyğəmbər qaydanda xanım Xədicənin haqqına çox girmişik. Girirlər, biz də ki, unutmuşuq. Peyğəmbər həçən Meyracdan qaydırdı, Cəbrailə deyirdi ki, nə qulluğun? Nə göstəriş, nə qardaşım deyirdilər, qardaşım nə qulluğun? Deyirdi, məndən Xədicəyə salam deyərsən. Xanım Xədicə salamla böyük əzəmət məqam sahibidir. Bu müddət ərzində Həzrəti Xədicə salamullah aleyha hər gün Rəsulullah sallallahu aleyhi və səlləmdən ayrı qalmağına görə kədərlənirdi. Hər gün. Lakin 40 gün
tamam olanda, 40-cı gün tamamlandı. Cəbrail əleyhissalam yenidən enib dedi. Peyğəmbərin adını çox çəkəcəm, dodaqaltı çəkin. Salavat deyirsiniz, vay ucadan mən söhbəti kəsmək. Ey Muhammed sallallahu aleyhi və səlləm, uca Allah sənə salam göndərir və buyurur ki, hazırlaş, çünki bu gecə sənə xüsusi salam və ilahi hədiyyə göndərəcək. 40 günün tamamında hədiyyə gəlir. Aləmlərə Peyğəmbər özü hədiyyədir, Peyğəmbərə də hədiyyə var. Bu hadisə Həzrəti Zəhra salamullahi aleyhanın doğuluşuna hazırlıq mərhələsidir. Peyğəmbər 40 gün oruç tutmaq və ibadətlə daha da əzəmətli, ruhani paçlıqla məşğul olur. Zaten paçdır, amma 40 gün daha da özünə məşğul olur. Xanım Xədicə isə səbir və təslimliklə bu ilahi əmri qəbul edir. Təsəvvür edin, Peyğəmbər sallallahu aleyhi və səlləm zaten paçdır, tərtəmizdir və bütün paçlıqların ən zirvəsində olan şəxsdir. Amma buna baxmayaraq onun vücudunu Allah Taala Həzrəti Zəhra salamullahi aleyhanın nütfəsinin gəlməsinə hazırlayır. Böyük məqamdır ya, dəhşət bir şeydir ya. Çox dəhşət bir şeydir. 40 gün elə 40 gün də öyle çəkib Peyğəmbərə Allah inzivaya. 40 gün. Onun vücudu var, o müqəddəs vücudu var. Belə əmrükə canıvan olsun deyir Allah ona, Peyğəmbərimizə. O vücudu Allah təzədən hazırlayır ki, ora bir nütfə gələcək. Nütfə də dünyadan deyil. Hamının bədəni yer üzündəndir. Cəmaat yadınızda saxlayın. Hamının, Peyğəmbərimiz də daxil, hamının bədəni yer üzündəndir. Bir dənə Xan Fatimə Zəhradan başqa. Xan Fatimə Zəhranın bədəni yerdən deyil. Əti, vücudu, cismi yerdən deyil. Hamı da yerdəndir. Diqqət buyuraq. Peyğəmbər Cəbrail əleyhissalatu vəssalama buyurdu. Ey Cəbrail, aləmlərin Rəbbinin salamı və hədiyyəsi nədir ki, 40 gün məni inzivaya çəkib, hədiyyə gələcək, o nədir? Cəbrail dedi, mənim bu barədə elmim yoxdur. Rəsulullah bu halda ikən Mikail nazil oldu. Yatma. Onun əlində ipək və parlaq atlas parçası ilə örtülmüş bir sini var idi, padnus var idi. O həmin sini Peyğəmbər sallallahu aleyhi və səlləmin huzuruna qoydu həmən sinini. Bu zaman Cəbrail əleyhissalatü vesselam dedi, ya Resulallah, Rəbbün sənə əmr edir ki, bu gecə iftarvu bu yeməklə açasan. İmam Əli əleyhissalam buyurur, ardıca. Peyğəmbər iftar vaxtı məni evin qapısında otuzdururdu. Deyirdi ki, ey Əli, qapını aç, kim gəlirsə qəbul elə ki, iftarımı tək açmayayım. Lakin o gecə mənə belə buyurdu. 40-cı gecə mənə dedi. Ey Əbu Talibin oğlu, bunlar hamısı nöqtə vergülinə qədər fikir verməlidir. Adı ilə çağırmır. Ey Əbu Talibin oğlu. Bu birisi nədir? Bu mesajlar mühüm olanda belə danışılır. Ey Əbu Talibin oğlu, bu taam bu gecə yalnız mənə məxsusdur. Başqası üçün halal deyil. Bunu məndən başqası yeyə bilməz. Əli Rəsəlam buyurur. Mən qapıda oturdum. Peyğəmbər isə taamla tək qaldı. Sininin parçasını çəkdikdə orada ilahi dərgahdan gəlmiş bir salxım xurma və bir salxım üzüm gördü. Peyğəmbər onlardan qarnı doyana qədər yedi. Suyla susuzluğun yatırtdı. Həmən suyun, oradan gələn suyla. Sonra əlini yumaq üçün su istədi. Cəbrail suyu onun əllərinə tökdü. Mikail yudu. İsrafil isə onu dəsmalla quruladı. Peyğəmbərin əllərini. Sonra həmin taamın artıq qalan hissəsi qabı ilə birgə səmaya qaldırıldı. Diqqət buyuruz. Peyğəmbər deyir ki, mən bunu həmişə təkrar edirəm. Təkrarlamasam, mən mətləbi təkrar verə bilməyəcəm. Peyğəmbər buyurur ki, mən hər gecə Allahın yanında gecəliyirəm. Bəyək nədir? Nütfə əmələ gəlir qandan, qan da qidalardan. Qidalar pak olmalıdır ki, ondan yaxşı nütfə çıxsın, nütfədən də yaxşı uşaq dünyaya gəlsin. Peyğəmbər deyir, mən hər gecə Allahın yanında gecəliyirəm, məni Allah yedizdirir, Allah içizdirir. Yut'imuni və yusqini, tamam. İndi Allah yanında yeyib, Allah yanında içən, qidalananın qanı, nütfəsi necə olacaq? Pak, müqəddəs, münnəzzəh, mütəhhər, tərtəmiz. Amma Fatimə Zəhra bunlardan da dünyaya gəlmiş. Bu qidalardan yox, göydən, dərgahdan xüsusi yemək gəlir, onu yeməlidir Peyğəmbər, nütfə düşməlidir Peyğəmbərin vücuduna. Demək, taamın artıq qalan hissəsi qabı ilə birgə səmaya qaldırıldı. Bundan sonra Peyğəmbər namaza qalxmağa, namaz qılmağa ki, qalxmaq istədi, qalxdı. Cəbrail dedi, ey Muhammed sallallahu aleyhi və səlləm, bu gecə sənə namaz qılmaq haramdır.
Bu gecə sənə namaz qılmaq, o müstəhəbbatı ki, hər gecə yerinə getirirdin, bu gecə haramdır. Ta o vaxta qədər ki, Xədicənin evinə gedib, onunla birlikdə olasan. Bu gecə Allah təbarəkə və təalanın iradəsi baş tutacaq. İnna ənzəlnahu fi leylətin mübarəkətin. Biz onu mübarək gecəyə nazil elədik. Əla əyyi halim, diqqətli olaq. Çünki Allah Teala öz zatına and içib ki, Cəbrail deyir, bu gecə sənin belindən pak və mübarək bir nəsil yaradacaq. Peyğəmbər sallallahu aleyhi və səlləm dərhal Həzrəti Xədicənin evinə tərəf yollandı. İndi xanım Xədicə buyurur, salamullah aleyha. Mən artıq təkliyə alışmışdım. Gecə düşdükdə başımı örtər, pərdələrimi çəkər, qapını bağlayar, namazımı qılar, çırağımı söndürər və yatağıma keçərdim. Axşam düşən kimi. Həmin gecə yuxu ilə ayıqlıq arasındaydım. Elə bu haldaydım ki, qapım döyüldü. Mən səsləndim. Bu qapını döyən kimdir? Bu halqaya yalnız Rəsulullah toxunar. Peyğəmbər sallallahu aleyhi və səlləm məlahətli və şirin səsi ilə buyurdu. Xanım Xədicənin sözlərdə məlahətli və şirin səsi ilə buyurdu. Ey Xədicə, qapını aç, mənəm Muhammed sallallahu aleyhi və səlləm. Mən dərhal sevinclə qalxdım, qapını açdım və Peyğəmbər sallallahu aleyhi və səlləm evə daxil oldu. O gecə ərlə arvad arasında baş verən şey baş verdi. And olsun göyü ucaldana və suyu yer üzündə cari edənə. And içir. Peyğəmbər mənim yanımdan ayrılmamışdı ki, Fatimənin ağırlığını bətnimdə hiss elədim. Biharul var, cild 16, səhifə 78. Ki, həmin gecə ilahi nur artır, tənzil olur xanım Xədicə salamullah əleyhanın bətninə. Allah təbarək və teala'nın iradəsi. Məryəm salamullah əleyha bir neçə dəqiqənin və ya bir neçə saatın içində Həzrəti İsa'ya hamilə qalır. Bir neçə saat. Peyğəmbər sallallahu aleyhi və səlləm bir neçə dəqiqə içində həmən o tamı yiyir, nütfə artıq sülbünə keçir, ondan sonra da xanım Xədicə salamullah əleyhanın bətninə düşür. İndi baxız, bu hədisdən neçə dənə nəticə alırıq, dəyərli möminlər. Bir, Allah Teala Peyğəmbərinə əmr edir ki, Xədicədən bir müddət uzaq dursun. Mən çox üstörtülü deyirəm, sən alim adamsan, başa düşürsən nə danışıram. Peyğəmbər əmr edir ki, Allah Xədicədən bir müddət uzaq dursun, qulaq as. Onunla görüşməsin və tək qalsın. Niyə? Nə üçün? Ta ki, onun qəlbində Xədicə salamullah əleyhaya qarşı olan məhəbbət daha da kəskinləşsin. Daha da kəskinləşsin. Lap şiddətlənsin. Daha çox aşiq olsun xanım Xədicəyə. 40 gün görməsin, dəlisi divanəsi olsun. Diqqətli ol, hədəf var bunda. Uşağa qalma yaxınlığı, uşağa qalma cinsi münasibəti şiddətli sevgi ilə yanaşı olarsa, həmin uşaq emosional baxımından sabit, zəkalı, kəyyiz, sevgi dolu və şiddətli düşüncə qabiliyyətinə sahib olar. Hədis var bu barədə. Baxız, İmam Cəfər Sadiq əleyhissalam buyurur. Uşaq valideynlərin halına görə dünyaya gəlir. Uşaq, təkrar edirəm, valideynlərin halına görə dünyaya gəlir. Əgər onlar halal qida ilə, pak niyyətlə və şiddətli sevgi ilə birləşsə, uşaq da pak və mərhəmətli olacaq. Əl-Kafi, cild 5, səhifə 501. Bəs 40 gün ayrı saxlamağının hədəflərindən biri budur ki, o əzəmətli məhəbbəti ötürsün Həzrəti Fatimə Zəhra salamul əleyhanın vücuduna. Ona görə o əzəmətli məhəbbət də özün qiyamət günü göstərəcək. Allaha deyəcək ki, mən bütün şiyələrimi bağışla. Mən hər müsibətə, bəlaya dözmüşəm. Sən mənə icazə verəsən ki, şəfaət icazəsi alım qiyamət günü. 2. Peyğəmbər sallallahu aleyhi və səlləm bu müddətdə daha çox ibadətlə məşğul oldu. Çünki bu nəfsin ruhani yüksəlişinə, ülvi aləmlə daha dərin əlaqə qurmasına səbəb olurdu. Bu yolla onun ruhu daha saf və nurani hala gəldi. 3. Peyğəmbərin cənnətdən gətirilən ilahi taamla iftar eləməsi. Bu taam tez bir zamanda nütfəyə çevrilir
Çünki onun nuraniyyəti ruhani, nurani və lətif idi. 4. Həzrəti Peyğəmbər, demək beləliklə Həzrəti Zəhranın lütfəsi dünya qidalarından deyil, ilahi və səmavi mənşəli qidadan əmələ gəlir. Dünyadan deyil. Başa düşdük, dünyadan deyil. İbrahim Peyğəmbərimiz buyurur ki, bunu deməsəm ölərəm, Peyğəmbərimiz buyurur ki, getdim meyraca, birinci təbəqə. Həngamədir ya, o meyracın təbəqələri. Belə bu qapıdan girib, bu qapıdan çıxmayıb. Meyracda nə meyrac? Dünya fəzasından çıxıb. Maddi fəza dünyasından söhbət gedir. Oradan çıxıb birinci təbəqə, ikinci təbəqə, üçüncü təbəqə, 4. 4-də, nə bilim, bu 4-ə qədər milyon, milyard mələklə görüş falan filan, meyracdır, əsas mı? 4-də Peyğəmbər əzdənə Cəbrail əleyhissalam azam verir, əqamə Mikail əleyhissalam iqam oxur. Peyğəmbər piş namaz dayanacaq. Dayanır Peyğəmbər piş namaz, ərzəm, diqqətli ola. Peyğəmbər piş namaz dayanır, arxasında kim var? 123.999 Peyğəmbər sırayla düzülüb, Peyğəmbərə iqtida ediblər. Onların da arxasında mələklər. Peyğəmbər 4-dən çıxır 5-ə. 5-ə. 5-ci təbəqəyə 5 namaz qutarandan sonra. 5-dən keçir 6-ya, 6-dan girir cənnətə. Cənnətə daxil olur. Cəbrail əleyhissalam bunu aparır Tuba ağacının yanına. Tuba bir ağacdır ki, Allah əkib, kökü Peyğəmbərin evindədir. Bulaqları, yarpaqları, hər bütün möminlərin evinə girib. Cənnətdə. Almanı dərir, bir alma deyirəm indi burada. Meyvəni dərir, meyvənin içində bir nur çıxır. Nur o qədər əzəmətlidir ki, Peyğəmbər özü riqqətə gəlir. Bəzi hədislərdə var, Peyğəmbər özü huşdan gedir. O nuru görəndə. O nuru görən. Necə ki, hədisdə var, xərrətil mələikətü succədən. Necə ki, bütün mələklər o nuru görəndə üzü üstə yerə düşmüşdü. Bütün mələklər ha. Peyğəmbər o nuru görəndə riqqətə gəlir, deyir, bu nədir? Deyir, haza, bax bu, nuru Fatimə. Bu Fatimənin nurudur, selamullahi aleyha. Allahümmə səlli alə Muhammed. Hansı ki, o nütfədir ya, gəldi Peyğəmbər o meyvələrin içində. Onu yedi düşdü sülbünə. İndi söz bilirsiniz nədir burada? Söz budur ki, İbrahim Peyğəmbər 4-cü təbəqədədir. 4-də ona iqtida edib. Amma Xanım Zəhran özü yox ha. Nütfəsinin hazırlanacağı şey Meracın 6-cı təbəqəsində cənnətdədir. Kimdir Fatimə-i Zəhra salamü aleyha? Kim başa düşə bilər? Kim dərk eləyə bilər? İnnəmə sümmiyyət Fatimə danışacaq adlarında. İnnəmə sümmiyyət Fatimə lənnən xəlqə futimu ən mərifətiha. Ona görə Fatimə adlanıb ki, bütün yaranmışlar onu tanımaqdan kəsilib. Vəssalam. 5. Həzrəti Zəhranın vücudu cənnət qidasından yaranmış bir nurdur. Bu səbəbdən də onun nəsli, yəni imamlar ilahi paklığın təcəllasıdır. Onun da ayəsi var. Həmin gün möhkəm əmirlər bir-birindən ayrıldı. Çatar vaxt ona. Qismət olar bu 20 gündə danışarıq. Qismət olmasa da olmayıb. Dəqiq mənbələrdə qeyd olunub. Xanım Xədicə salamullahi aleyha, Həzrəti Zəhra salamullahi aleyhaya hamilə olanda tənhalıq və qəriblik hiss eləmirdi. Təklik hiss eləməyib. Çünki Həzrəti Zəhra salamullahi aleyha bətnində anası ilə danışırdı. Ana ona təskinlik verir və darıxmağa qoymurdu. Çünki Peyğəmbər müharibələr var, təbliğ var və s. Bayıra çıxırdı, günlərlə bəzən olmurdu, bəzən aylarla olmurdu. Qoymurdu, deyir, anasını darıxmağa. Əbdürrəhman Səfuri Əş-Şafii sünnüdür. Nəzhətul Məcalis cildi 2 səhifə 227-də yazır. Xədicə salamullahi aleyha dedi, mən Fatiməyə hamilə olanda, hamiləlik çox yüngül idi. O mənim bətnimdən mənlə danışırdı. Az qalır, bitirirəm, bilirəm, siz əziyyət çəkirsiniz çox söhbətə qulaqsanda. Şeyx Şüeyb Misri, o da sünnüdür. Ər-Ravzul Faiq səhifə 214-də yazır. Kafirlər Peyğəmbərdən ayın 2 yerə bölünməsini istədilər. Bu zaman Xanım Xədicə salamullahi aleyha Həzrət Fatiməyə hamilə idi salamullahi aleyha və çox narahat oldu. Dedi, bunlar necə ümmətdilər ki, Peyğəmbərə iman gətirmirlər, inanmırlar, hələ bir ondan möcüzə istəyirlər. Bu zaman, bu sünni deyir, Xanım Fatimə onun bətnindən səsini ucaltdı və dedi, ey ana, qəm yemə və qorxma. Çünki Allah mənim atamlandır. Hamiləlik müddəti tamamlanıb,
doğuş baş verdikdə Fatimə doğuldu və üzünün nuru ilə bütün məkan işıqlandı. Bu da hədislərdə var. Həmin gecə nur bütün məkanı bürüyüb, həmin gecə. Bu hədislər, bu məntiqi çatdırır ki, o hələ ana bətnindəykən şuurlu və idrak sahibi idi. Məlum deyirsiniz da bizə, deyirik də, danışmaq üçün söz olsun deyə deyirik. Xanım Zəhra salamullahi aleyha məşhur nəzərə əsasən Cəmadi Üsaninin 20-si Be'sətdən 5 il sonra Məkkətül Mükərrəmədə dünyaya gəlib. Ali məqamlı xanım Xədicə Kubra salamullahi aleyha Həzrəti Fatimə Zəhra salamullahi aleyhanı tam təmiz və pak halda dünyaya gətirib. Bu anda onun vücudundan bir nur parlayır ki, Məkkənin bütün evləri işıqlanır. Bu nur şərqdən qərbə qədər yayılır və hər yeri nurlandırır. Xanım Xədicə salamullahi aleyha Xanım Zəhranı dünyaya gətirəndə Məkkə qadınları ona kömək eləməyə gəlmirlər. Peyğəmbərə dəstək çıxdığına görə, Peyğəmbərə ərə getdiyinə görə. Həzrəti Xədicə salamullahi aleyha narahat olur, qəmlənir, hüzünlənir. Bir də görür 4 qadın, qapılar açıldı, yayın ki, hər nə halda 4 qadın daxil oldular içəri. Sara, Asiya, Məryəm və Safura içəri daxil oldular. Ki bu 4 nəfər xanım. Sara Həzrəti Sara İbrahim əleyhissalamın həyat yoldaşıdır. Asiya Fironun yoldaşıdır, xanımıdır. Məryəm ki bilirsiniz Həzrəti İsa'nın anasıdır. Safura da Həzrəti Şueybin qızı və Həzrəti Musa əleyhissalamın həyat yoldaşıdır. O xanımlardan biri Həzrəti Zəhranı götürür və özü ilə gətirdiyi Kövsər suyu ilə yuyur. Başqa bir xanım ağ parça çıxarır ki, o parça süddən daha ağ və misk əmbərdən daha ətirli olur. O qadın bir parçanı Fatimə salamullahi aleyhanın bədəninə bükür, digərini isə başına salır. Sonra ona deyir, danış ey Fatimə. Bütün ilahi hüccətlər dünyaya gələndə danışıblar. Xanım buyurur, bütün ilahi hüccətlər məsumlarımızı qəsd edirəm. Əşhədü ən la ilahə illallah və ənə əbi Rəsulullah seyyidul ənbiya. Şəhadət verirəm, Allahdan başqa Allah yoxdur. Və həqiqətən mənim atam Peyğəmbərlərin seyyidi Allahın Rəsuludur. Və ənə bə'li və həqiqətən mənim həyat yoldaşım seyyidul avsiya vəsilərin seyyididir. Və ənə vuldi seyyidul əsbat və mənim övladlarım bütün vəsilərin Allah canişinlərinin seyyidləridir. Göydə parlaq bir nur görünməyə başlayır. Elə bir nur ki, mələklər bu vaxta qədər belə bir dənə nur görməyiblər. Xədicə salamullahi aleyha qarşısında oturan qadına, demək qadın ona belə deyir ki, ey Xədicə, pak və bərəkətli şəkildə bu uşağı qucağına al. Çünki Allah Taala onun nəsil və övladına bərəkət qərar vermişdir. Biharul Ənvar cild 16 səhifə 80 qismət olarsa inşallah mübarəkə adına danışanda o nəsil haqqında inşallah Həzrəti İsa aleyhissalatu vəssalamdan olan hədisləri və digər hədisləri qulluğunuza çatdıracağım. Bugünkü söhbət Həzrəti Zəhra salamullahi aleyhanın dünyaya gəlişi barəsində idi ki, onun nütfəsinin hazırlandığı müqəddəs qudsi məkandan və digər prosesləri sizin qulluğunuza çatdırdım, möhtərəm əzizlər. Və xanım Fatimə Zəhra salamullahi aleyhanın yaradılışı bütün hüccətlərdən fərqlidir. Bütün hüccətlərin tam başqadır. Hamısının ruhu heç, ruhu məlumdur, nurdur və s. Amma hamısının vücudu dünyadandır. Hamısının vücudu dünyadandır. Amma Həzrəti Zəhra salamullahi aleyhanın vücudu dünyadan deyil. İnna a'teynâkel kevser. Biz sənə Kevser əta elədik. Kevser kisrətdəndir. Çoxluq mənası daşıyır. Çoxluq mənası verir. Və bunun neçə mənası var öz yerində danışılar. Bir mənası da çoxlu nəsil nəzərdə tutulur. Birdən əgər 3 əsas şəxsiyyət, əlbəttə çoxdur, çoxdur. 3 əsas şəxsiyyət öldürülməsəydi, qətlə yetirilməsəydi az yaşlarında, görün indi dünyada nə qədər seyyid var idi. Əvvəla nəsil görürsünüz nə boyda nəsildir? Hamısı Fatimə Zəhra salamullahi aleyhadandır. Bu boyda əzəmət, bu qədər
nəsil, bu qədər yaşda müddəti də var. Hamıda təsbit olunmuş buradadır. 3 şəxsiyyət də diri qalsaydı, uşaq vaxtı öldürülməsəydi, görün nə qədər indi seyyid var idi. Biri Muhsin, salamullahi aleyhdir. Muhsin ki, qapı ilə divar arasında, belə deyək, seyyidlərin 3də biri qırıldı. Seyyidlər ki, bu qədər var cahanda, onun ölümü ilə 3də biri qırıldı. Biri Həzrəti Qasimdir. Qasim, İmam Həsən-i Müctəbə aleyhissalatu vesselamın balası ki, o da sağ olsaydı, gör onun da nəsli nə qədər idi. Biri də 6 aylıq Həzrəti Əli Əsğər, salamullahi aleyh. Baxız, dünən işarə eləmək istəyirdim, yadımdan çıxdı. Aşura günü insanlar bir qeyrət oldular. Qadınlara hücum elədilər, xeymə yandırdılar. Düzdür? Qadınların çəlişablarına od vurdular. Aşura günü. Bunu hardan öyrənmişdilər? Bu hardan qalmışdı? Bu hardan? Bu riski necə elədilər? Buna necə cürət elədilər? Bu Fatimə-i Zəhra salamullahi aleyhanın qapısına vurduqları oddan qaynaqlandı. Oradan başladı. Aşura günü 6 aylıq uşağı öldürdülər. Buna necə cürət elədilər? Bunu necə bacardılar? 6 aylıq uşağı kimin əli gələr öldürməyə? 6 aylıq uşağa kimin əli gələr ox atmağa? Bu hardan qaynaqlandı? Hardan formalaşdı, möhtərəm əziz? Bax, bu 6 aylıq balanın sikt olunmağından, yəni Fatimə-i Zəhra salamullahi aleyhanın edilən cürətdən oldu. Onun 6 aylıq balasını sikt elədilər, bax oradan başladı. Ona görə Ayətullahul Üzma Şeyx Vəhid Həvəzəhullah buyurur ki, Fatimiyyə birinci aşuradır. O, bu aşuradan üstündür. Fatimiyyə birinci aşura odur. O bais oldu digər cinayətlərə, bunlar ayaq açdılar. Digər cinayətlərə əl atmağa. Bütün küfürlərin mənbəyi, bütün küfürləri, baxın, bütün fəsadları, bütün fisqləri, bütün nəcasətləri, bütün çirkabları, bütün iyrənclikləri hamısını yığsın, bir dənə adam eləyir. O bilirsiniz kimdir o bir adam? Bilirsiniz kim? Bu gəldi, bu cürəti elədi. Təsəvvürünüzə gətirin, dəyərli möminlər. Söz budur, oza budur. Dəyərli möminlər. Peyğəmbər Əli əleyhissalam Həzrəti Zəhra salamullahi aleyhanı dəfn eləmişdi. Gecə ilə ki, vəsiyyət hasil oldu, 7 nəfərlə getdilər və müəyyən yerə çatdıqdan sonra Həzrəti əleyhissalam onlara dedi, qayıdın da, Həzrəti Mövla özü tək qaldı. Və nə oldu orada, nə baş verdi, onunla irəliləyən günlərdə danışarıq. Gəldilər, sabahçı gün bunlar eşitdilər Fatimə-i Zəhra salamullahi aleyha qətlə yetirilib, üzrəsəm, dünyasını dəyişib, bunlar bildilər. Gəldilər cənazədə iştirak eləməyə gəldilər. Amma da gələndə bildilər ki, artıq xan Fatimə Zəhra salamullahi aleyha dəfn edilib. Çıxdım qabağa Miqdad. Miqdad çıxdı qabağa mömin, əzizlər. Miqdad çıxdı qabağa, soruşdu ki, dedi biz cənazəyə gəlmişik, namaza gəlmişik, cənazə namazına. Dedilər ki, Miqdad dedi ki, day dəfn olunub. Həzrəti Zəhra dəfn olunub. Bir dənə şillə vurdu Miqdada. Bu ikinci şillə vurdu Miqdada. Miqdad yıxıldı yerə, gördülər ağlayır. Qıraqdan baxanlar dedilər ki, Miqdad kişi sən. Bir dənə şilləyə ağlayanlar, bir dənə şillə vurub da sənə, sonra niyə ağlayırsan ona? Dedi, onu ağlamıram ki. Ağlayıram, mən bu əlin ağırlığını gördüm. Mən bu əlin mənim üzümə dəydi, bu təsirini gördüm. Mən düşünürəm ki, 18 yaşında bir qıza bu əl dəyib, bu ağır əl dəyib. Onu fikirləşdirəm ki, Fatimə Zəhra nə çəkib bu şillə ona dəyəndə. Bəzi yazanlar yazıb 1.50 vurmayıb, 2.50 vurub. Yazanlar yazırlar, elə ağır olub ki, sırğa qulaqda sınıb. Sırğa qulaqda sınıb, elə ağır əl olub, qulağın altından qan gəlib qulağın altından. İmam Həsən-i Müctəbə dedi, nə bağda bunları evdə danışasan, ataya deməyəsən.
Təsəvvürə gətir, İmam Həsən Müctəba əleyhissalam bir ömür yaşayıb 40 neçə yaşında şəhid olub, hər dəfə o küçədən keçəndə nə çəkilmiş. Axı yanında anasını vurdular, Həzrəti Zəhra. Adam öz anonla bir yoldan keçmişsən, daş dəyib ayağına, nə olub yıxılıb birdən, öz anonla bir gətir zehnivə. Anonla bir yerdən keçmişsən, bir məhəllədən, anon orada yıxıldı yerə, üzü dəydi yerə məsələn. 100 ildə yaşasan oradan keçəndə anon düşəcək yadıma. 100 ildə yaşasan, ayağı burxuldu orada məsələn yıxıldı yerə. İndi İmam Həsən Müctəba əleyhissalam hər dəfə oradan keçir o yerdən ki, məscidlə evin arasındadır. Anasına orada şillə dəyib, 250 şillə dəyib. İmam Həsən balacadır. Məzlum İmam Həsən kim eləyə bilmir. Anasına arayı çıxa bilmir. Qucaqladı başladı ağlamağa, qışqıla. Allah eləməsin, o evdə ata məsələn birdən ananı vurar, uşaq olan evdə qaçar qucaqlayar ananı, yəni ata mənə sənə gücüm çatmır, amma anamı qucaqlayıram bu qədər. Qucaqladı anasını, başladı ağlamağa. Bir ömür yadından çıxmaz, heç xatirindən çıxmaz İmam Həsən Müctəba əleyhissalatu vesselam. Ona görə Əli əleyhissalam xanım Zəhra salamın əleyhaya qusul verəndə dedi, həlum mütəzəvvədu min ummikum, anozla sağollaşmaq istəmirsiniz. Gəldi İmam Həsən Müctəba, üzün qoydu anasının üzünə. Niyə o şilləri görmüşdü? Çünki o şillərin üzünə deyəndə onu müşahidə eləmişdi İmam Həsən Müctəba aleyhissalatu vesselam. Götürdülər xanım Zəhranı, aparırlar. Günlər var ha, rozələr inşallah danışacağım. Götürdülər Həzrəti Zəhranı, aparırlar. Siz elə təsəvvür edirsiniz ki, ya İmam Həsən, İmam Hüseyin olan evdən Zəhra cənazəsi aparmağa asandır. Asandır 4 dənə balanın içindən ananı gedir, bir yerə gedir ki, daha gəlməyəcək. Sönüb evin çırağı. Evdə bir çıraq sönür ki, day bir də yanmayacaq. Təsəvvür elə Əli əleyhissalam qəbrə qoyub qayıdır, evə çatanda bir də hiss elədi Fatimə Zəhra yoxdur, bir də hiss elədi. Niyə? Çünki qapını onun üzünə qoymuş, o açırdı. O açırdı, deyirdi, sənin üzümü görürəm, çöldə nə qəm görmüşəm, unuduram. Çöldə nə dərdi var, unuduram. Otururdu, bax, mənə bax, otururdu Fatimə Zəhranı söhbət edirdi. Deyirdi ki, Əlican, Mədinəli qadınları mənə salam vermirlər. Əli salam deyirdi ki, Zəhracan, sənə salam vermirlər. Amma mən salam verəm, mənə cavab vermirlər. Cavab vermirlər. Amma Zəhracan, mən səni görürəm, onların hamısını unuduram. Onların hamısını yadımdan çıxardıram. İndi Əmir əl-Mümininin evindən Həzrəti Zəhra gedir. 4 bala var orada. Elə balalardır ki, Zəhrasız gecə yatmayıblar. Selamullah aleyha. Həzrəti Zəhranın sinəsi üstə baş qoyub yatıblar, qucaqlayıblar, yatıblar, öpüblər, yatıblar, sağollaşıb yatıblar. Amma bir gecəyə, bir zülmətə qalırlar, bu gecə anasız qalırlar. Bunları indi necə sakitləşdirsin Mövla-i Müttəqiyan? Xanım Zeynəbi necə sakitləşdirsin? Götürdülər cənazəni. Cənazəni götürdülər, yola düşdülər. Biraz getmişlər, az. Bəlkə heç evdən çıxmamışlar, ya qapıdan elə təzə çıxmışlar. Axı sakitçiliğini aparıb dəfn eləməlidir. Xanım Zeynəb də bəkdən ağlamır, ha, qoymur bəkdən ağlamağa deyib, salabağı ağzına. Məzlumluğa bax, girəsən içəri 4 dənə uşaq, əbasını soxub ağzını ağlayır, ağlamaq səsi bək gəlməsin deyə. Heç kim bilməsin. Xanım Zeynəb qaçdı. Qaçdı cənazənin dalıcı. Bax, Əmir əl-Müminin dilə tuturdu. Zeynəb qızım, qayıt da la. Və aparıb dəfn eləməliyik. 2 qədəm getdi, yenə xanım Zeynəb qaça-qaça gəldi. Yenə qaça-qaça. Ondan yenə təsəlli elədi. Biraz da getdi, yenə xanım Zeynəb salamla elə. Qucaqladı. Dedi, Zeynəb belə eləmə. Bu cür eləmə. Mən dəfn eləməliyəm. Anan vəsiyyət eləyib. Gecə ilə dəfn olunmalıdır. Bilmirəm, and verdi onu İmam Hüseynin canına. Necə? Getdi, dayandı yanan qapıda. Tutdu yanan qapına, baxdı ananın cənazəsinin dalıca. Ana gedir, elə gedir ki, daha gəlməyəcək, baxdı cənazənin. Baxdı cənazənin dalıca. Mənim anam hayal edir, Mədinənin cəlal edir.
Yavaş koyun mezarine, kolu senem yaralıdır. Ela lanetullah alel kavmez zalimin.